Limonlu konfet qoxusu gəlir. Salam, yeni rubrika ilə qarşınızdayam. Düşündüm ki, qoxularla bağlı bir video çəkməliyəm. Ağlınıza ilk gələn video deyil, tamamilə başqa bir mövzuda olacaq. Bu şamları dərsdə qızlar hazırlayıblar və mən düşündüm ki, onların qoxusunu təxmin edeyim. Biraz bu qədər həyəcanlıyam. Keçim qoxuya. Baxaq. Sərin bir qoxudur. Biraz da qoxlayım. Mən daha çox deyərdim lime. Şəng bir rəngi alınıb. Çiyələyə lime qoxusu. Qaytarıram yerinə. Məncə hiss olunmadı. Tək-tək göstərəcəm. Baxın, bunlar süfrə üçün çox-çox ideal şamlardır və mənim də ən sevdiyim şamlardandır. Qoxu hiss eləmirəm. Çox yumşaq bir qoxusu var və qoxunu çox tökməmişik. Belə bir sütuna. Mənim heç sevmədiyim sütundur. İstehsal ediblər, biz də işlətmişik. Əsas qoxu olaraq mənə şokolad gəlir. Bunda da eynən şokolad. Çox qəşəng bir şamdır. Limonlu konfetim. Deyirəm, məndə belə adda ətir var. Bu qoxu tülpana tam da belə bir qoxu gedərdi. Başqa bir qoxunu təsəvvür edə bilməzdim. Sizin üçün də bu rubrika maraqlıdırsa, zəhmət olmasa mənə aşağıda kommentlərdə yazın, davam edeyim. Çox sağ olun izlədiyiniz üçün.